Yaxın oturun əziz veteranlar, əziz dostlar, əziz xalqım, millətim. İstəyərdim bu arada biz müharibə veteranlarını unutmayaq. Düzdür, onlara bir xoş xəbərim yoxdur. İstəyir aldıqları təqaüdlə bağlı, istəyir evlə bağlı heç bir xoş xəbərim yoxdur. Amma həqiqətən yaxşı ki varsınız. Şərt o deyil, şəhid oldun, müharibə əldə oldun. Sən də sona qədər döyüşlərdə qaldın. Sona qədər canını qurban vermək üçün döyüşdün. Torpağını işğaldan azad etmək üçün döyüşdün. Və bu arada xalqımdan, millətimdən, istəyir idarə rəhbərləri, aidiyyəti üzrə dövlət olsun, istəyir hakimiyyət olsun, vətəndaş olsun. Hər birinizdən xahiş edərdim ki, ümumiyyətlə müharibə işlərinə diqqət göstərəsiniz. Söhbət maddi dəyərdən diqqətdən gedir, mənəvi. Mən çox xahiş edirəm sizdən.